Salam, Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab əsəri ilə tanış olaq. Əsər maarifçilik mövzusunda yazılmışdı. Yəni mövzusu əxlaqi didaktik mövzudur. Ümumiyyətlə Seyid Əzim Şirvani bilirik ki, maarifçi bir sənətkar olubdu və elə 19-cu əsrin 70-ci illərində də maarifçi şeirlərini Əkinçi qəzetində dərc etdirmişdi. Eləcə də Qafqaz müsəlmanlarına xitab şeirini də məktub şəklində yazaraq Həsən bəy Zərdabiyə göndərmişdi ki, onu qəzetdə dərc etsin. Yəni bir növ insanları bu yolla maarifləndirməyə çalışırdı. Onları inkişaf elətdirməyə çalışırdı və elə şeirdə də biz bu ideyaları ardıcıl davamlı olaraq görürük. Ümumiyyətlə əsərin ideyası nə adlandırmaq olar? Elmlə nadanlıqdan qurtarıb yaxşı yaşaya bilərik. Bu kimi ifadə edə bilərik ideyasını da. Seyid Əzim Şirvani bir növ burada yalançı ruhaniləri tənqid etmişdi. Sanki dindən xalqın inkişafı üçün deyil, onu geridə qoymaq üçün inkişaf edirdi bu din adamları ki, Qafqaz müsəlmanlarına xitab əsərində də müəllif onları tənqid etmişdi. Müəllif istəyirdi ki, bizim də ölkəmiz digər ölkələrlə eyni səviyyədə olsun. Necə ki, digər ölkələr inkişaf eləyibdir, bizim ölkəmizdə elə inkişaf etsin. İnsanlarımız maarifli olsun. Yəni hər birisi savadlı, təhsilli olsun. Digər ölkənin gəncləri kimi. Əsər ümumiyyətlə hansı bəhrdə yazılıbdır? Əsər deməli baxırıq ki, lirik növdə yazılıbdır. Lirik növdə yazılıbdır deməli, lirik növdə. Bəs yaxşı, bəhri nədir? Burada tapxı ilə yadınızda saxlaya bilərsiniz. Xəfif bəhrində yazılmışdı. Xəfif bəhrində yazılmışdı. Təbii ki, vəzni də əruz vəznindədir. Daha sonra qafiyə quruluşu isə məsnəvi kimi qafiyələnir. Yəni məsnəvi birisi də necə qafiyələnir? Qoşa-qoşa, məsələn, A, B, B, C, C, D, D. Yəni bu şəkildə qafiyə quruluşu isə bu şəkildədir. Daha sonra gəlin indi əsərlə tanış olaq. Bunu da qeyd edeyim ki, əsər satirik əsər deyil, yəni satirik üslubda yazılmamışdır. Və şeiri biz deyirik axı Həsən bəy Zərdabiyə müraciət şəklində yazıbdır. Amma şeirdə, yəni şeirin özündə həmin o müraciət yoxdur Həsən bəy Zərdabiyə. Sadəcə olaraq şeiri müraciət şəklində, yəni Həsən bəy Zərdabinin özünə müraciət şəklində yazıb göndəribdir. Yəni qəzetdə çap elətdirmək üçün. Daha sonra gəlin indi şeirə baxaq. Əssalam, ey əhali Qafqaz. Ey rəisani sahibül əzzaz. Burada deməli Qafqaz xalqını salamlayır, bir müraciət görürük. Qafqaz xalqını salamlayır, Qafqaz xalqına müraciət eləyir. Ey rəisani sahibül əzzaz. Yəni hörmət sahibi olan kəslər. Deməli, kimləri salamladı? Qafqaz xalqını və hörmət sahibi olan kəsləri salamladı. Daha sonra əssalam. Salam əleyküm, ey güruhi xeyir əsər. Güruhi xeyir əsər nə deməkdir? Yəni xeyir işlər görən kəslər. Millətinin qeyrətini çəkən kəslər, yəni millətinin namusunu çəkən kəslər. Deməli, kimləri salamlayır? Xeyir işlər görən kəsləri, millətinin qeyrətini, namusunu çəkən kəsləri də salamladı. Bu da xitabdır burada. Dadü fəryad, ey güruhi izam, bir dənə xitab var, müraciət. Yəni dadü fəryad, ey güruhi izam deyəndə, yəni kömək eləyin də, yəni dadıma yetişin deyir. Ey hörmətli adamlar, bu ey güruhi izam burada hörmətli adamlar deməkdir. Oldu zayi bu millət İslam. Deyir bu millət İslam, yəni müsəlman xalqı artıq deyir zay oldu. Yəni köməyimizə yetişin. Bu İslam milləti zay oldu. Burada İslam millətinin zay olmağı, burada bir metafor var. Günü-gündən zəlili xar oluruq. Möhnətə, qüssəyə düçar oluruq. Yəni deyir günü-gündən zəlili xar oluruq. Daha da deyir hörmətimizi itiririk, alçalmış bir vəziyyətdə oluruq.
Möhnətə, qüssəyə düçar oluruq. Möhnət nədir? Möhnət deməli əziyyətdir. Qüssə isə kədərdir. Yəni biz əziyyətə, kədərə deyir düçar oluruq. Bu qədər deyir dərd kimə olur hadis? Hadis baş verir. Yəni bu qədər deyir dərd kimə baş verirsə, hadis baş verməkdir. Ona bielmlik olur bais. Deməli bu qədər dərdlərin səbəbkarı nədir? Səbəb var. Baxın burada səbəbin qeyd edilib. Səbəb nədir? Elmsizlik. Yəni bu dərdlərin hamısının səbəbi nədir? Bu möhnətə, qüssəyə düçar olmağımızın, sonra millətimizin zay olmağının, bunların hamısının deyir səbəbi elmsizlikdir. Bir bəladır bu dərd-i nadani. Bir bəladır deyir bu dərd-i nadani. Yəni dərd-i nadani deyəndə yəni cahillik dərdi bir bəladır deyir ki, onun elm olubdur dərmanı. Baxın, deməli problemi də verir, problemin həllini də yolunda verir. Yəni bu nadanlıq dərdinin dərmanı nədir? Elmdir, elm. Dərmanı elmdir. Burada bir təşbih var, təşbih görürük biz burada. Bu təəccübdür ey güruhi bəşər. Yenə burada bir müraciət görürük. Ey güruhi bəşər. Güruhi bəşər nədir? Yəni ey insanlar deyir, bu təəccüblüdür. Bir kişi yatsa, naxoş olsa əgər, yəni bir kişi, bir insan deyir xəstə olsa, deyir bu təəccüblüdür ki, bir insan xəstə olsa, axtarar bir təbib danadil, ta ki səhhət ola ona hasil. Dərhal deyir gedər bir savadlı həkim axtarar, təbib danadil, burada yəni bilikli həkim mənasındadır, ta ki səhhət ola ona hasil, yəni ta ki sağalsın. Bunu bir təəccüblü, yəni hal kimi qeyd edir müəllif. Ona lazımdır eyləmək əncam. Ona lazımdır deyir eyləmək əncam. Burada mən nəysə buraxdım desən. Deyir, indi naxoşdur millət İslam, ona lazımdır eyləmək əncam. İndi deyir, naxoş olan nədir? Bir insan deyir, naxoş oldu, getdi bilikli həkim tapdı da. İndi deyir, naxoşdur millət İslam. Millət İslamın naxoş olmağı burada bir metafor var. Ona lazımdır eyləmək əncam. Yəni deyir, ona bir tədbir görmək lazımdır, əncam eləmək lazımdır. Dərdimiz bu dərdi nadanlıq. Ki tutubdur bizi pərşanlıq. Dərdimiz deyir nadanlıq dərdidir, savadsızlıq dərdidir, cahillik dərdidir. Ki tutubdur bizi pərşanlıq. Yəni acınacaqlı hal, pərşanlıq, acınacaqlı hal tutubdur. Qeyrilər etdi tərəqqi tam. Qeyrilər deyəndə, yəni burada belə deyək də bir başqa ölkələr, burada bir metonimiya adlandırmaq olar. Qeyrilər deyəndə yəni başqa ölkələr nəzərdə tutulur. Burada bir metonimiya demək olar. Tərəqqi tam, yəni tam şəkildə inkişaf elədilər, tamamilə inkişaf elədilər. Qaldı zillətdə firqə-i İslam. Deməli, İslam cəmaəti isə, firqə-i İslam, İslam cəmaəti isə zillətdə, yəni gerilikdə qaldı. Gerilik. Hər vilayətdə var 5-10 kəsəbə. Kəsəbə burada kasıbdır. Hər vilayətdə deyir 5-10 kasıb var. 50.000 seyidi, axundu, tələbə. Burada bir deməli qarşılaşdırma görürük biz. 5-10 deyir kasıb var. 50.000 deyir, 50.000 seyid, axund, tələbə. 50 dərviş, 50 mərsiyəxan, dərviş kimdir? Dini şəxs. 50 mərsiyəxan, yəni mərsiyə oxuyan. Hamının sözləri tamam yalan. Bu saydıqları var ha. Bunlar hamısının deyir sözləri tamam yalandır. Daha sonra 50.000 suxtə, 50.000 sail. Suxtə, yəni dərdə düçar olan deməkdir. Sail isə dilənçi deməkdir. 50.000 deyir dilənçi var, 50.000 xəstə var, 50.000 hoqqabaz naqabil, yəni hoqqabazlar var, hiləgərlər var. İndi burada biraz da mübaliğə işlənib. Əslində bunların tam da sayı belə deyək də şişirdilmiş şəkildə verilib. 50.000 də deyil hər birinin sayı. Ona görə bu hissələrdə bir mübaliğə götürmək olar. Bu 50.000 seyid axund tələbə bu hissələrdə də mübaliğə götürmək olar. Hamının fikri xalqı soymaqdır.
Bunlar hamısının fikri nədir? Xalqı soymaqdır. Seyiddir, axunddur, tələbədir, dərvişdir, mərsiyəxandır. Bunlar hamısı müxtəlif yalan bəhanələrlə xalqı soyur. Quru yerdə bu xalqı qoymaqdır. Yəni çətin vəziyyətdə bu xalqı deyir qoymaqdır. Xalqa bunlar hamı qruplardan dam tələ deməkdir. Bunların deyir hamısı xalqa tələ qrupdur. Bunu anlamır bu qövmi avam. Amma deyir bu avam sadə insanlar bunu anlamır. Burada bir təzad ola bilər. Yəni əslində tələ qurulub, amma bunu xalq anlamır. Bir bunu anlamır deyir qövmi. Bizə qeyrilər eyləri töhmət. Yenə də qeyri deyəndə burada nə götürmək olar? Metonimiya götürmək olar. Yəni başqa dövlətlər nəzərdə tutulur, başqa dövlətin insanları. Eyləyir töhmət. Çün tərəqqi edibdir hər millət. Bizə deyir başqaları töhmət eləyir. Yəni bizi tənqid eləyir. Səbəb də nədir? Nəyə görə bizi tənqid eləyir? Çünki onların deyir hamısı tərəqqi eləyib, yəni inkişaf eləyibdir. Qeyri-millətlər inkişaf eləyib. Gərçi var iş qanan kişi tək-tək. Əksəri xalq avamdır bişək. Deməli, əslində deyir bir kişi var. Tək-tək bir iki kişi var ki, bunlar doğru iş görən adamlardır. Bir ikisi var ki, doğru iş görür. Amma deyir çoxsu nədir? Avamdır. Bilmirik biz hədisin mənasın, qanmırıq əhli şər fitmasın. Biz deyir peyğəmbərin sözlərin, hədisin mənası, yəni peyğəmbərin sözlərin qanmırıq. Yəni biz deyir dini elmləri dərindən anlamırıq. Daha sonra keçək bu tərəfə. Bixəbər olmuşuq şəriətdən, yəni dindən, xəbərsizlik deyir biz dindən, başımız çıxmır elmi hikmətdən. Yəni elmdən, hikmətdən deyir bizim başımız çıxmır. Elmdən, bilikdən, hikmət deyəndə bilik. Kəsb üçün Həzrət Rəsulullah dedi əl-kəsabü həbibülüllah. Kəsb əməyə görə, yəni əməyə görə deyir əziyyət çəkənlər üçün Məhəmməd Peyğəmbər dedi ki, Allah halal zəhmət ilə dolananın dostudur. Burada Məhəmməd Peyğəmbərin sözlərindən deyibdir. Zinətli şəxs elmi ürfandır. Deyir ki, insanın deyir bəzəyi, zinəti onun elmidir. Elmsiz şəxs isə misli heyvandır. Burada bir təşbih də var. Elmsiz şəxs də nədir? Deyir, heyvan kimidir. Yəni şuursuzdur. Çünki var idi bizdə nadanlıq, bizə üz verdi çox pərişanlıq. Yəni bizdə deyir bu savadsızlıq var idisə, bizə deyir ona görə də üz verdi çox pərişanlıq.